Nənəm həmişə deyir ki, mən 5 uşağı tək böyütmüşəm. İndikilər isə 2 uşağı belə çətinliklə böyüdür. Yenə də narazıdırlar. Təndirə çörək yapanda bir uşağı belində gəzdirirmiş, birini yanında saxlayırmış, birinə isə hamilə olurmuş. Bunu eşidəndən düşünürəm ki, hə, o dövr doğrudan da çətin olub. Amma məsələyə öz tərəfimdən baxanda düşünürəm ki, indiki dövrdə uşaq böyütmək daha çətindir. Çünki o vaxt uşaqlar çox sadə olublar. Şirin çay çörək yeyib çıxıb oynayıblar. Saatlarla öz-özlərinə vaxt keçiriblər. İndiki uşaqlar diqqət, qayğı istəyir. Hər yeməyi bəyənmir, hər şeyi istəmirlər. Fərqli-fərqli şeylər tələb eləyirlər. Bir evdə 2 uşaq böyüyürsə, axşama hər 2 uşaq anaya başqa bir yemək sifariş eləyir. Əvvəllər geniş həyətlər var idi. Uşaqlar qaçıb oynayıb yorulurdular. İndi isə çoxu 4 divar arasında böyüyür. Məsələn, mənim qızım çox aktivdir. 2 otaqlı evdə onu saxlamaq həqiqətən də çətindir. O qaçmaq, oynamaq istəyir, mən isə sakitlik. Amma sonunda yenə də onun istədiyi olub. Bəli, bu gün həyat daha rahat. Amma düşünürəm ki, bəzi şeylər var ki, indi bizim üçün daha çətindir. Bəs siz bu barədə nə düşünürsünüz? Razısınız yoxsa fərqli fikirləriniz var? Fikirlərinizi mütləq rəylərdə yazın və belə videoların davamı üçün məni izləməyi unutmayın.